valideynlərə müraciətim var. Bilirsiniz, həssas bir vaxt yaşayır sizin balalarınız və onlar onsuz da başa düşürlər ki, bu mərhələni keçib sərbəst tələbə olacaqlar ya da hərbi qulluğa gedəcəklər ya da işə gedəcəklər. Onsuz da onlar müəyyən bir stres yaşayırlar. Bu əlavə stresi çox zaman valideynlər də yaradırlar ki, nəticəni əldə etməsən mən demək səni qəbul etməyəcəm və mənim münasibətim sənə dəyişəcəkdir. Onlar sizdən dəstək gözləyirlər. Onlar sizdən gözləyirlər ki, siz onları anlayasınız, düşünəsiniz. Onlar gözləyirlər ki, siz onların fikrini də öyrənib, ixtisas seçimi zamanı onların istəyini, seçimini nəzərə alın və onlara dəstək olun. Çünki biz yalnız bilikləri qiymətləndiririk. Amma bir insan kimi siz öz uşaqlarınızın dəyərini aşağı salmayın ki, o nəticəni əldə edə bilməyibsə, axı o sizin yenə də uşağınız qalır. Bu da valideynlərin imtahanıdır da. Ümid edirik onlar da kəsilməz imtahanlar. Ümid edirəm, bəli. YouTube kanalımıza abunə olun.